Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bu günləri biz Sumqayıt şəhəri, Bağça şəhər deyilən ərazidəyik. Burada bu günləri Vita klinikasının, zooklinikasının açılışındayıq. Bir-iki dəqiqədən sonra biz həmin klinika tanış olacağıq. Onun həkimi ilə söhbət edəcəyik. Sizə ətraflı məlumat verəcəyik. Buranın ünvanı Sumqayıt şəhəri, Bağça şəhər, Sülh küçəsi, döngə 1. Artıq bir neçə gündür ki, Vita baytarlıq klinikası öz fəaliyyətinə başlayıb. Bura həftə içi 7 gün siz balaca dostlarınızı müayinəyə, müalicəyə, hər bir prosedura getirə bilərsiniz. İndi bizim Vita klinika açılışıdır. Buyurun Sağır bəy. Vita klinika açılışını Sağır bəylə baytar həkimimiz açır. Xeyirli olsun, uğurlu olsun. Düğünləri açılış münasibəti ilə burada gözəl bir bu hər şey getirilib. Bizim Vita klinikanın logosuna, üstündə də bizim sevimli dostlarımız. Uzun şəkli. Allah xeyrin versin, xeyirli olsun, uğurlu olsun işləriniz. Əziz izləyici, onu da onun arasına atıp ki, burada xeyli müşterilerimiz de var. Buyurun. Salamünaleyküm. Təqdim edərsiniz. Bəylərov İşət Məlikoğlu. Xeyirli olsun. Bu Sumqayıt şəhərində bunu asılır isə. Biz heyvansevərlər üçün rahat oldu. Allah ruzusun, bol eləsin, bərəkətli eləsin. Xeyirli olsun. Çok sağ olun, çok sağ olun. Salam hər vaxt. Sağ olun. Xeyirli olsun. Uğurlu olsun işləriniz. Buyurun, öz klinika barəsində qısa məlumat verərdiniz. İzləyicilərimizi qulaq asardı. İlk öncə özünüzü təqdim edin. Mən Rəsul Hüseynov, klinika həkiməm, baytar həkimiyəm, bəli. Əvvəla hər birinizi salamlayırıq, xoş gəlmisiniz. İlk öncə Səda televiziyasının kolleqasına dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun, bizi sahib gəldiyinizə görə. Klinikamız yeni açılıb, inşallah filiallara doğru getmək istəyirik. Burada nə kimi prosedurlar edirsiniz, yəni heyvanları, yəni balaca dostlarınıza, yəni? Klinikamızda müayinə, müalicə var, əməliyyat, qrumin xidmətləri, ondan sonra dərman preparatlarının satışı, sevimli dostlarımıza aksesuarlar, yemlər, hər bir şey mövcuddur klinikamızda. Burada siz ümumiyyətlə müayinə eləmişsiniz heyvanları da, eləmişsiniz. Qeyri-adi bir hadisə, məsəl üçün bu yaxınlarda nəsə bura hansısa bir deyək bir balaca dostlarımızdan kimisə nəsə qeyri-adi bir ya ola bilər diaqnozla, ya ola bilər nəsə bir problemlə gətiriblər, nəsə biz yadınızda qalan bir. Buyurun. Klinikamızda qeyri-adi bəzi problemlər olur əlbəttə ki. Əsas bu sevimli dostlarımızı saxlayanları deyək, o işlə məşğul olanları mı deyək. Ən vacib diaqnoz odur ki, vaxtında üstünə düşmək lazımdır. Ən vacibi odur. Artıq gecikəndən sonra qanın mikroelementləri parçalanandan sonra, yəni bizim də və ya digər həkim yoldaşlarımızın da ümumiyyətlə onu sağaltmaq
yəni faizi çox aşağı düşür. Vaxtında bütün heyvan saxlayanlara əsas sözümüz, çatdırmaq, tövsiyəmiz odur ki, vaxtında üstünə düşmək lazımdır və sevimli dostlarımızı vaxtında qurd dərmanları, peyvəndləmə işindən qaçınılmazdır. Yəni bunlar tam vaxtında olunmalıdır. Deməli sizin klinikada bütün bu işlər görünür. Burada biz bir dənə də yoldaşı görürük. Buyurun. Salam, xoş gəlibsiniz. Adım Zavur Mehdiyev, buranın direktoruyam. Bizim gözəl doktorumuz, Sabatlı doktorumuzla birlikdə işləyirik. Siz də əziyyət çəkib gəlibsiniz, çox sağ olun. Bura sizin yəqin ki aptekinizdir, eləmi? Sizdə həm də dərman preparatları var. Dərman preparatları. Gördüyümüz kimi əziz izləyicilər, burada dərman preparatları var. Burada heyvanlar üçün cürbəcür heyvanlar üçün oyuncaqlar deyək də, məşğuliyyət, əsas aksesuarlar var, qabları var. Yəni heyvanları qablara qoruyur. Yatmaq üçün. Görürsünüz ki, burada yem qabları var, biz görürük. Yem qabları. Və burada qonaqlarımız da var. Mən sözü verirəm qonağımıza. Buyurun. Salam, hər kəs. Özünüzü təqdim edərsiniz. Mənim adım Elqardır. Mən demək dostlarıyam. İnşallah ki bizim bugün dostlarımız yeni addımları atırlar. İnşallah ki hər kəsi bura dəvət edirəm. Balaca dostlarınızı gətirin bura. Peşəkar burada xidmətlər göstəriləcək. Hər bir xidmət də mövcuddur. İnşallah ki gəlin və balaca dostlarınızı sevindirin. Çox sağ olun. Buyurun mən. Adım İsmail'dir. Bir dost olarak burada iştirak edeceğim. İnşallah dostlarımızın uğurları bol olsun. Bundan da daha irəlidə yaxşı bir işler görsünlər. Hamını dəvət edirəm bura. Burada peşəkar həkimlər və peşəkar işler görülür. Yəni bir klinika kimi heyvanlarınıza istədiyiniz hər şey burada var. Bir sözlə ev heyvanlarımızı, balaca dostlarımızı sevindirmək istəyirsinizsə, bura təşrif buyura bilərsiniz. Dəyərli izləyicilərimiz, biz bu günləri ekibimizlə bura gəlmişik. İş yoldaşımız Zöhrə bəy də buradadır. Mən də sözü verirəm ona. Buyurun. Bu gün çox sevindiririk. Sağ qardaşımız bu klinikası burada. Bu klinika bütün gənc heyvansevər dostlarımız üçün lazımdır. Heyvan sevənlər üçün. Heyvan sevənlər üçün lazımdır. Çünki hər kəs saxladığı heyvanın sağlamlığını qorumalıdır. Qorumalıdır. Ona görə də arzu edirəm ki, bütün heyvansevər dostlarımız hamısı gəlsin bu klinikanın xidmətlərindən yararlansın və bu heyvanlarının sağlamlığını qorusunlar. Allah xeyir versin, xeyirli uğurlu olsun. İnşallah arzulayıram ki, gələcəkdə başqa filiallar da açsınlar və Sumqayıt cəmaatımız o xidmətlərdən istifadə edə bilsin. Uğurlu olsun, xeyirli olsun. Allah xeyir versin. Çox sağ olun, çox sağ olun. Burada həm də biz görürük, prosedur otaqlarınız da var sizin. Heyvanların orada müayinə edirsiniz, orada qəfəslər gördük biz. Burada heyvanları çimizdirmək üçün də vanna var, hər bir şərait, suyu, hətta burada şamlar da var. Çox qəşəng belə yaradılıb, bura şərait, hər cür şərait yaradılıb balaca dostlarımız üçün. Burada müayinə, müalicə, əməliyyat, grooming, dərman satışı, xidmətlər əsas budur. Burada dərman preparatları da görürük. Bu dərmanlar məsəl üçün Bizdə iri buruncu heyvandarlığında dərmanı var. Yəni mən uzun müddət iri buruncu heyvandarlıq təsərrüfatlarında da işlədiyimə görə, yəqin ki, görənlər az-çox biləcəklər. İşlədiyimə görə, onların da anlaşım olduğuna görə o dərmanlardan da bura təşkil edilir. Yəni gələn müştəriyə razı qalsın. Yəni, gələn olur yəni belə. Bəli. Gəlirlər, məsəl üçün adam var ki, gəlir heyvanın əlamətlərini deyir. Məsələn, mən təsəvvürümdə bütün əlamətləri, yəni biləndən sonra, diaqnoz qoyandan sonra, məsəl üçün dərmanları göstərirəm və bu dərman, bu xəstəliyin müalicəsindədir, bu vitaminin yanında. Bəli, məsləhətlərimi verirəm və dərmanları da deyirəm ki, məndə bu dərmanlar var, istədiyiniz yerdən də ala bilərsiniz. Yəni, biri bunun heyvandarlığının da məsləhətlərini verə bilərəm. Dərmanlarımızda yəni vitamin kompleksi var, amoksisilin qrupu antibiotiklərdir, deksametazon qrupu dərmandır, oksitetraskilin qrupu dərmanlarımızdır. Bunlar nədir? Bunlar quşların
Ha, Ev quşları olsun, ondan İşlərdə sonra toyuq-cüzə olsun, bəli, fərqi yoxdur. Onlar üçün paraşok toz halında dərmanlardır, antibiotiklərdir, yuxarı tənəffüs yollarının xəstəliyində istifadə olunan paraşok dərmandır. Yeminə qatıla bilər, suyuna qatıla bilər. Sonra dezinfeksiya üçün dərmanlarımız var ki, yəni dezinfeksiyada toyuq cüzəni bəli çölə çıxartmadan belə dezinfeksiya edə bilərsən. Sadəcə bakteriyaları, virusoloji infeksiyaları öldürür və toyuq cüzəyə bir toksikoz vermir. Yəni zəhərlənmə ilə əlamətlər yəni vermir. Elə bir şey demir. Burada da bu yəni itlərin dərmanlarıdır. Mən belə başa düşürəm. Çünki üstündə it var da şəkili. Bəli, bəli. Bunlar da. Bəli, bunlar ev heyvanları üçün, it pişiklər üçün ağrı kəsicidir, parazitlərə qarşı. Aşağıda dərmanları görürük. Bunlar da it. Bəli, bunlar itlər və pişiklər üçün dərmanlardır. Məsəl üçün bəzi heyvanlar insanlara qəribə gələ bilər, amma baytar həkimləri, həkim yoldaşlarım biləcəklər ki, yəni itlərdə də ürək damar problemləri olur. Nə danışırsınız? Həqiqətən olur. Yəni bunlar bu dərmanlar onun üçündür, ürəyində problem olanlar. Məsələn, daxili parazitlər üçün dərmanlardır bunlar, itlər üçün. Bir dənəm ürək üçün olan dərmandır ki, gəldiniz, çox maraqlıdır ki, üstündə ürək şəkildə var, çox maraqlıdır. Sən demə heyvanların da belə problemləri olur. Heyvanlarda da böyrək Siz problemi. onu necə müayinə edirsiniz? Bəs ürəyində onun problemi olmaz. Onlar aparatlarla, xüsusi rentgen aparatları, UZI aparatları, yəni qan analizləri ilə bilinir. İnşallah ki, yəni o aparatların hər biri bizdə olacaq. Yaxın günlərdə artıq Amma hər hansı bir reseptlə yaxınlaşsa, eləmi? Siz də o dərman məsləhət görürsünüz də. Bəli, bugünkü gündə reseptlə yaxınlaşsa hər hansı bir müştəri bu dərmanlar, yəni bizdə mövcuddur artıq. Bunlar məsəl üçün daxili parazitlərə qarşı dərmanlarımızdır, itlər üçün. Bunlar itlər və pişiklər üçündür, daxili parazitlərdir. Bunlar tabletkadır, ağrı kəsici kimi istifadə olunur. Məsəl üçün əməliyyatdan çıxan bir heyvan ağrısı olduğuna görə narkozdan ayılandan sonra ağrı verə bilər. Onun üçün bunlar burada da əməliyyatdan sonra atdırılır onsuz da bu dərmanlardan. Belə satışımızda da var. İnsan var ki, müştəri hardasa əməliyyat elətdirib, bir gün, 2 gün keçib və uzağa getməsin, həmin yerə getməsin deyə bizə yaxınlaşır ki, bizdə mən əməliyyat elətdirmişəm, mənim pişiyim ağrı çəkir, ağrısı var, iynə vurdurmaq istəmirəm. Bəli, yeminə və ya tabletli şəklində yeminə qatırıq və ya utdururuq, artıq ağrıları, infeksiyanı öldürür. Bunlar, bu yuxarı. Bunlar da su yemlərimizdir, bizim sulu yemlərdir. Bir günlük yemlərdir də bunlar. Sulu yemdir, bunlar quru yemdir, istifadə olunur. Bəli, gündəlik yemlər üçündür. Doktoranın masasını götürmüş, yox çox qoşursan. Hörmətli izləyicilərimiz, az öncə gördünüz ki, biraz bir-iki dəqiqə bundan qabaq bura bir xəstə pişik getirdilər. Məncə pişik idi, elə? Bəli. İndi biz onu doktor müayinə eləyəcək, baytar həkimi müayinə eləyəcək, biz də baxacağıq, müşahidə edəcəyik. İşarəli. Bunlar da bəli, bizim yemlərimizdir, müalicəvi yemlərimizdir bunlar. Tamam. Burada görürsünüz heyvan getirdilər, indi nəsə balaca pişik getirdilər. Bəli, gəldi. Atılışımız idi, yəqin ki, Eşidiblər. Müayinələrə buyurun, açılışımız. Buyurun, gedin müayinə edin. Bəli, açılışımıza kampaniya etmişdik, yəni müayinələr və müalicələr tam pulsuzdur. Qardaş gəlin, xoş gəlir bir daha. Çox gözəl. Müayinə üçün gəldik. Buyurun. Əziz müştərilər bizə müayinə üçün gəlib. Amma elə bir siz götürən kimi elə bir ağrısı kesildi. Yəni elə bir sakitləşdi. Yəqin kletkadan xoşu gəldi. Hissiyat çox güclü olur. Bəli, pişiklərdə hissiyat çox güclü olur. Yəni sevildiyin, hiss edən heyvanlardan biridir. Heyvanlar da pişik. Bəli, sevildiyin, hiss edən heyvanlardan biridir. Çox gözəl.
Burada biz aksessuarlar görürük. Bunlar məsəl üçün bax bunlar nə üçündür? Bunlar Bunlar bəli, Aha. bunları haqqında deyim, bunlar oynamaq üçündür, itdir, pişikdir, yəni sevimli dostlarımızın bunlar hamısı oynamağı üçündür. Bunlar itlərimizin küçədə digər heyvanlara, digər insanlara tərəf getməsinlər, zərər yetirməsinlər deyə boyunluqdur, boynuna taxılır və oradan saxlanılır. Bunlar pişiklər üçündür, qoyubaqlar. Bu, məsəl üçün, qruminqə gələn hər hansı bir heyvansevər gələrsə, ya dırnaq tutumu bacaran bir insan üçündür. Bu, yəni insan var ki, artıq deyir ki, mən özüm evimdə öz pişiyimin dırnağını tutmaq istəyirəm. Yəni onun üçün qoymuşuq. Yəni insan var ki, başqası tutsun istəmir və ya bacarır. Özü, bəli, satışda da var. Aha, bu şutkalar da yəqin daramaq üçün. Bəli, bunlar da daraq üçündür. Adam var ki, qırxılmağını istəmir, sadəcə istəyir, mən 2 gündən bir gündə bir dəfə artıq özüm darayım. Bunlar bəli. Yəni sizdə həm satış var, Bəli, həm satış var, həm də müayinə var. Yəni özünüz də elə bilirsiniz, satış da var. Çox gözəl. Bəs bunlar nədir? Bunlar salafandır. Qumların, pişiklərin, itlərin, qumların təmizləyib zibil qabı kimi istifadə etmək üçün steril salafandır. Bunlar artıq xəstəlikdir, nəysə. Burada diş fırçası da biz hətta görürük. Çox maraqlıdır. Bəli, diş fırçası da. Yəni heyvan, yəni dişi də fırçalanır. Yəni valla mən ev heyvanlarında bəli olur. Yəni insanlar var ki, özü yəni iti və ya pişiyi icazə verir. Dişlərin fırçalayır, nə bilim, dırnaqlarını təmizləyənlər var. Yəni hər bir şey mövcuddur. Bütün bunları bilirdim, amma bu dış fırçalar var. Bəlkə necə yenilikdir. Bu da onların xüsusi ki yem idi. Bəli, bunlar da yemləridir. Yemlərdəki, yəni 0-3 aylığa qədər, 3-6 aylığa qədər, 12 aylığa qədər. Yəqin bunlar kilo satılır da mən başa düşürəm. Kilo da mövcuddur, belə meşoqla da almaq istəsələr mövcuddur. Bu da bunların oyuncaqlarıdır. Bunlar da oyuncaqlardır, hər biri aksesuardır. Evdə, məsəl üçün, hər hansı bir insan sahibi işə gedərkən məsuliyyətdir. Məsuliyyət, bəli, verir və yəni bir şey gələnə qədər sıxılmasın özü üçün, sevimli dostlarımız oynasın deyə. Çox gözəl. Sizdə sahiblənmə xidməti göstərilir burada? Bəli, xanım. Bizdə sahibləndirmə də olur. Məsəl üçün, bəzi müştərilərimiz var ki, artıq heyvanın sayı çoxaldığına görə, baxa bilmədiyinə görə, yəni pulsuz sahibləndirmələr də olur. Bizə gələn müştərilərin bir qismi elə təkliflər buyururlar və biz də səhifələrimizdə və gələnlərə də deyirik ki, yəni bizdə belə bir cinslər olur sahibləndirmək üçün. Yəni kim istəsə sahiblənmə ilə bağlı əlaqə saxlaya bilərlər. Bəli. Telefon nömrəsi də orada qeyd olunur. Bəli, qeyd olunur. Çox gözəl. Biz sizə bu işinizdə uğurlar diləyirik Zaur bəy, Rəsul bəy. Xeyirli uğurlu olsun. Ümidvarıq ki, müştəriləriniz bol olacaq. Çünki hər bir şərait var, tanış olduq. Bundan sonra bundan da gözəl olacaq. Ən əsası odur ki, burada biz gördüyümüz kimi həm şərait var, həm də ki, burada həkimimiz var, baytar həkimimiz var. Allah hamımıza da can sağlığı versin. Teşekkür ederim. Çok sağ olun. Əziyyət çəkib gəlmişsiniz siz də. Haqqınızı helal edin. Biz də bütün Səda televiziyası kolleqalarına təşəkkürümüzü bildiririk. Çox sağ olun. Canan ayaqlarınız var olsun. Təşəkkür edirik sizə. Buyurun. Sağ olun. Əvvəllər idi 3 uşaq olan tez çıxırdı yadınızda. Burada dərman preparatları da görürük. Bu dərmanlar məsəl üçün Bizdə iri buynuzlu heyvandarlığında dərmanı var. Yəni mən uzun müddət iri buynuzlu heyvandarlıq təsərrüfatlarında da işlədiyimə görə, yəqin ki, görənlər az-çox biləcəklər. İşlədiyimə görə onların da anlaşım olduğuna görə o dərmanlardan da bura təşkil edirəm ki, yəni gələn müştəriyə razı qalsın. Yəni gələn olur yəni belə. Bəli. Gəlirlər, məsəl üçün adam var ki, gəlir heyvanın əlamətlərini deyir. Məsələn, mən təsəvvürümdə bütün əlamətləri, yəni biləndən sonra, diaqnoz qoyandan sonra, məsəl üçün dərmanları göstərirəm və bu dərman, bu xəstəliyin müalicəsindədir, bu vitaminin yanında. Bəli, məsləhətlərimi verirəm və dərmanları da deyirəm ki, məndə bu dərmanlar var, istədiyiniz yəni yerdən də ala bilərsiniz. Yəni biri bunun heyvandarlığının da məsləhətlərini verə bilərəm. Dərmanlarımızda yəni vitamin kompleksi var,
amoksisilin qrupu antibiotiklərdir, dexamethasone qrupu dərmandır, oksitetraskilin qrupu Və dərmanlarımızdır. bunlar nədir? Bunlar quşların ev quşları olsun, ondan sonra toyuq-cücə olsun, bəli, fərqi yoxdur. Onlar üçün paraşok toz halında dərmanlardır, antibiotiklərdir, yuxarı tənəffüs yollarının xəstəliyində istifadə olunan paraşok dərmandır. Yeminə qatıla bilər, suyuna qatıla bilər. Sonra dezinfeksiya üçün dərmanlarımız var ki, yəni dezinfeksiyada toyuq cüzəni bəli çölə çıxartmadan belə dezinfeksiya edə bilərsən. Sadəcə bakteriyaları, virusoloji infeksiyaları öldürür və toyuq cüzəyə bir toksikoz vermir. Yəni zəhərlənmə ilə əlamətlər yəni vermir. Elə bir şey demir. Burada da bu yəni itlərin dərmanlarıdır. Mən belə başa düşürəm, çünki üstündə it var da şəkili. Bəli, bəli. Bunlar da. Bəli, bunlar ev heyvanları üçün, it pişiklər üçün ağrı kəsicidir, parazitlərə qarşı. Aşağıda dərmanları görürük, bunlar da it. Bəli, bunlar itlər və pişiklər üçün dərmanlardır. Məsəl üçün bəzi heyvanlar insanlara qəribə gələ bilər, amma baytar həkimləri, həkim yoldaşlarım biləcəklər ki, yəni itlərdə də ürək damar problemləri olur. Nə danışırsınız? Həqiqətən olur. Yəni bunlar bu dərmanlar onun üçündür, ürəyində problem olanlar. Məsələn, daxili parazitlər üçün dərmanlardır bunlar, itlər üçün. Bir dənəm ürək üçün olan dərmandır ki, gəldiniz, çox maraqlıdır ki, üstündə ürək şəkildə var, çox maraqlıdır. Sən demə heyvanların da belə problemləri olur. Heyvanlarda da böyle Siz onu necə müayinə edirsiniz? Bəs ürəyində onun problem olmaz. Onlar aparatlarla, xüsusi rentgen aparatları, UZI aparatları, yəni qan analizləri ilə bilinir. İnşallah ki, yəni o aparatların hər biri bizdə olacaq. Yaxın günlərdə artıq Amma hər hansı bir reseptlə yaxınlaşsa, eləmi? Siz o dərman məsləhət görürsünüz də. Bəli, bugünkü gündə reseptlə yaxınlaşsa hər hansı bir müştəri bu dərmanlar, yəni bizdə mövcuddur artıq. Bunlar məsəl üçün daxili parazitlərə qarşı dərmanlarımızdır, itlər üçün. Bunlar itlər və pişiklər üçündür, daxili parazitlərdir. Bunlar tabletkadır, ağrı kəsici kimi istifadə olunur. Məsəl üçün əməliyyatdan çıxan bir heyvan ağrısı olduğuna görə narkozdan ayrılandan sonra ağrı verə bilər. Onun üçün bunlar burada da əməliyyatdan sonra atdırılır onsuz da bu dərmanlardan. Belə satışımızda da var. İnsan var ki, müştəri hardasa əməliyyat elətdirib, bir gün, 2 gün keçib və uzağa getməsin, həmin yerə getməsin, bizə yaxınlaşır ki, bizdə mən əməliyyat elətdirmişəm, mənim pişiyim ağrı çəkir, ağrısı var, iynə vurdurmaq istəmirəm, bəli, yeminə və ya tabletka şəklində yeminə qatırıq və ya utdururuq, artıq ağrıları, infeksiyanı öldürür. Bunlar, bu yuxarı. Bunlar da su yemlərimizdir, bizim sulu yemlərdir. Bir günlük yemlərdir də bunlar. Sulu yemdir, bunlar quru yemdir, istifadə olunur. Bəli, gündəlik yemlər üçündür. Doktoranın masasını götürmüş, çox boşursan. Hörmətli izləyicilərimiz, az öncə gördünüz ki, biraz bir dəqiqə bundan qabaq bura bir xəstə pişik getirdilər. Məncə pişik idi, elə? İndi biz onu doktor müayinə eləyəcək, baytar həkimi müayinə eləyəcək, biz də baxacağıq, müşahidə edəcəyik. İşarəli. Bunlar da bəli, bizim yemlərimizdir, müalicəvi yemlərimizdir bunlar. Tamam. Burada görürsünüz heyvan getirdilər, indi nəsə balaca pişik getirdilər. Atılışımız idi, yəqin ki, eşidiblər. Müayinələrə buyurun, atılışımız. Buyurun, gedin müayinə edin. Bəli, atılışımıza kampaniya etdik. Əziz müştərilər bizə müayinə üçün gəlib. Amma elə bir siz götürən kimi elə bir ağrısı kesildi. Yəni nəsə elə bir sakitləşdi. Yəqin kletkadan xoşu gəldi. Hissiyyat çox güclü olur. Bəli, pişiklərdə hissiyyat çox güclü olur. Yəni sevildiyin, hiss eləyən heyvanlardan biridir. Heyvanda pişik. Bəli, sevildiyin, hiss eləyən heyvanlardan biridir. Saat 10'da olsun. Bizim sadəcə iş saatımız budur. Amma
ola bilər saat 10-da təcili bir problem çıxa bilər, saat 11-də, 12-də olsun. Yəni biz sevimli dostlarımızın nə vaxtı bir təcili bir problemi çıxacağını bilmirik. Yəni bu hər bir travmatik bir şey ola bilər, Onda bu ola bilər. Yəni istənilən vaxtı bizlə əlaqə saxlaya bilərlər. Burada telefon nömrələri Bəli, telefon nömrə, bu telefon nömrəsi də istənilən vaxt əlaqə saxlaya bilər. Yəni bizim sadəcə 9-da bağlayıb gedəcək bir prinsipimiz yoxdur artıq. və yaxud ola bilər ki 9-da elə gətirdilər bu Olsun, heç bir problem yoxdur. Orada təbii ki siz 1-2 saat, Bəli, yəni bəli. nə qədər lazımdır qalırsınız. Bəli, bizim ən vacib işimizin, yəni öndə duranı heyvanlarımızın sağlamlığıdır, sevimli dostlarımızın sağlamlığıdır. Yəni hər şey pul deyil. Biz bu sənəti yəni seçmişiksə, inşallah ki, yəni sevimli dostlarımıza, bəli, ev heyvanlarına yardım etmək üçün seçmişik. İndi bəziləri var, amma bizim üçün elə deyil. Yəni bu sizin üçün təkcə biznes deyil, Bəli, bu sizin üçün biznes elə bir deyil. həm peşənizi sevirsiniz Bəli, təbii ki, həm də heyvanları da sevirsiniz təbii. Bəli, əlbəttə ki, yəni peşəsini sevməyən işin işləyə bilməz.